Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə günün informatika suallarından 32-ci sualın izahını verəcəm. Gəlin sualımıza baxaq. Deməli, bizə belə bir sual nümunəsi verilib say sistemlərinə aid. Onluq ədədi 8-li say sistemini ifadə etməyimizi istəyir. Bu tip suallara necə yanaşırıq? Misal üçün, yazılıb 4097-nin kvadratı. Bunu müxtəsər Ruma düsturuna gətirmək lazımdır. Necə? Yəni, elə eləmək lazımdır ki, misal üçün, müxtəsər Ruma düsturu necə idi? Pluson A plus B mötərizənin kvadratı, düzdür? Elə etmək lazımdır ki, A da B də 2-nin qüvvəti olsun. Və o formada müxtəsər vurma düsturuna gətirib həll etmək lazımdır. İndi baxırıq burada ki, 4097-ni biz necə 2-nin qüvvətlərinin toplamı kimi yaza bilərik? Bunda ən yaxşı üsul nədir? 4096 plus 1 kimi yaza bilərik. Mötərizənin kvadratı. İndi buradan sonra mötərizəni açaq. Deməli, birincinin kvadratı 4096-nın kvadratı plus birincinin ikinciyə hasilinin 2 misli. Yəni 2 vurulmuş 4096 plus 1-in kvadratı. Bu bərabər olacaq 4096-nı yaza bilərəm 2 üstə 12 kimi. 2 üstə 12-nin kvadratı plus 2 vurulmuş 2 üstə 12 plus 1. Bu da bərabər olacaq 2 üstə 24 plus 2 üstə 13 plus 1. Aha, bizə verilən indi bu onluq ədədi, elə bilin ki, bu ədəd onluq ədəddir. Bunu 8-li say sistemində çevirməyimizi istəyir. Biz də bilirik ki, 2-nin qüvvətlərinə gələndən sonra biz buradan 2 üstə 3-ü ayırmalıyıq. Hərəsindən ayrı-ayrı təbii ki. Birinci başlayaq 2 üstə 24-dən. 2 üstə 24-dən 2 üstə 3-ü necə ayırırıq? Yəni 8-ə görə 2 üstə 3 ayırırıq. Əgər 16-lığa keçirsəydik 2 üstə 4-ü ayıracaqdıq. Qayda bu formadadır. 2 üstə 3-ü ayırmaq üçün nə edirik? 2 üstə 3-ün üstü 8 kimi yaza bilərik. Düzdür? Bunu 3 dəfə 8 eləyəcək 24. Bu olacaq 2 üstə 3-ün üstü 8. İndi ikinci ifadəni ayırıq. 2 üstə 13-ü. 2 üstə 13-ü necə yaza bilərik? 2 üstə 3 kimi. Deməli, 2 üstə 3 kimi belə yazmaq olar. 3 dəfə 4 eləyəcək 12 plus 2 üstə 1. Və 2 üstə 1, 4 dəfə eləyəcək buradan 12. Bir də buradan 13 həqiqətən alınmış olacaq. Buradan sonra proses necə gedəcək? Bir də elə onluq say sistemində də 1 var, 8-likdə də 1 var. Çevirməyimizə ehtiyac yoxdur. Lap əgər çevirmək istəsək, onluq say sisteminə bunu 8-lə necə çevirəcəyik? Buna görə 8-liyə bölə-bölə gedək. Bu da mümkün deyil. Ona görə də yadda saxlayın. Əgər bir ədəd hər iki say sistemində varsa, elə ədədin özünü götürmək olar. İndi nə edəcəm? Bu da biri olduğu kimi yazıram. Və biri də yazdım burada. İndi bu prosesdən sonra biz nə etməliyik? Bax, burada əgər əmsal olsaydı, əmsal yazardı. O görürsünüz, burada əmsal var. Əmsalın özünü yazacağıq. Və qüvvətin sayı qədər əmsalın yanına sıfırlar əlavə edəcəyik. Yəni 4, deməli 4 dənə sıfır olacaq burada. Burada əmsal olmadığına görə biz onu 1 kimi götürürük və yanında da qüvvətin sayı qədər sıfırlar əlavə edəcəyik. Olacaq bir yanında 3, 6, 7, 6, deməli 7, 8 dənə sıfır olacaq. Bir də olduğu kimi qalacaq. Daha sonra bu ifadələri cəmləyəcəyik biz indi və ümumi nəticəni əldə eləmiş olacağıq. Bu olacaq bir yanında 8 0. Deməli 1 2 3 4 0 2 plus 1. Və bu ifadələri cəmləyəndə olacaq 1 3 dənə 0 2 3 dənə 0 1. Belə bir nəticə əldə eləmiş olacaq. Buna əsasən cavabımız olacaq, baxın, D variantı. Cavab olacaq D variantı. Ümid edirəm fikrim aydındır. Sadəcə olaraq müxtəsər Ruma düsturuna gətirin və mötərizəni açın və o əvvəl rahat misalları necə işlədik? Misal üçün bu qədər uzun vermirdi də. Elə verirdi ki, misal üçün 224 ədədini onluq say sistemini 8-liyə gətirin. Və bu formaya gələnə qədər, 2-nin qüvvətinə gələnə qədər biraz proseslər həyata keçirmək lazımdır. Buradan sonranı zaten bilirik də. Buradan sonra 2 üstə 3 ayıracağıq və bu formada əmsalı yazıb qüvvətin sayı qədər sıfıra əlavə eləmiş olacaq. Bu qədər. Sağ olun, Allah'a əmanət.